Bakıda saxta dolların ayrı-ayrı vətəndaşlara satılmasını həyata keçirən Belçika vətəndaşları saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar saxta əskinasları yaşadıkları evdə rəngli printer vasitəsilə hazırlayıblar. Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda saxta əskinas dövriyyədən çıxarılıb. Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olan Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10.000 saxta ABŞ dollarını 5.000 ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıkları evdən əlavə olaraq 10.000 saxta ABŞ dolları, bir ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların Respublikada keçiriləcək yay Avropa oyunları öncəsi çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib. Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb. Gülnar Fazil qızı, Bakı.